Birinci və 4-cü ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi açıqlanıb və 7 nəfər 400 bal toplayaraq maksimum nəticə göstərib. Məcidli Burla Xatun Bəhruz qızı hər iki mərhələdən cəminə görə 1-ci ixtisas qrupu üzrə 700 ballı yığan abituriyentdir. O imtahanın 1-ci mərhələsində 300 bal toplayıb. Qafqaz İnfoya istinadən həmin məzunların fotolarını təqdim edirik.